Transferdən sonra yataqdan qalxmasam hamiləlik şansım artar, yoxsa bu sadəcə bir mifdir? Embrion transferi IVF prosesinin ən kritik, amma eyni zamanda ən yanlış başa düşülən mərhələlərindən biridir. Bir çox pasiyent düşünür ki, saatlarla, hətta günlərlə yatmaq embrionun düşməsinin qarşısını alır. Amma tibbi olaraq embrion uşaqlıq boşluğuna yerləşdirildikdən sonra düşəcək bir struktura sahib deyil. Yəni aşağı düşməsi mümkün deyil. Bəs nə qədər istirahət lazımdır? Əksər hallarda transferdən sonra 30-40 dəqiqəlik qısa istirahət kifayət edir. Sonra isə normal gündəlik fəaliyyətə qayıtmaq mümkündür. Hətta yüngül hərəkət və qan dövranının aktiv olması endometrium üçün faydalı ola bilər. Amma bu o demək deyil ki, hər şey sərbəstdir. Ağır fiziki yüklənmə, intensiv idman və yüksək stressdən uzaq durmaq ən vacibidir. Ən vacib faktor isə psixoloji rahatlığın olmasıdır. Çünki stress hormonları implantasiya prosesinə dolayı təsir göstərə bilər. Əsas olan balansdır. Nə həddindən artıq aktivlik, nə də tam passivlik.